Son illərdə Xəzər dənizində suyun çəkilməsi çox ciddi narahatlığa səbəb olub. Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı AMİA'nın Coğrafiya İnstitutunun əməkdaşları da bədbin proqnozlar verməkdədirlər. Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmailov Xəzər dənizində çəkilmələrin səbəbini tektonik proseslərlə əlaqələndirir. Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələ gəlmə prosesi başa çatmayıb. Yəni dağ əmələ gəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir, mütəxəssis qeyd edib. AMİA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizinin ikiyə bölünəcək. Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək, İsmailov qeyd edib. Coğrafiya İnstitutunun digər əməkdaşı Elnur Cəfərov isə hesab edir ki, müəyyən zamandan sonra Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində su sahildən 30 kilometrədək çəkiləcək.